Salam, hörmətli təlim iştirakçıları. Artıq biz qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə əlilliyi olan şəxslərin bacarığının inkişafı adlı layihənin ikinci təliminə start verdik. Bir daha uğurlar olsun. Yəqin ki, Zümrüt xanım da öz fikirlərini deyəcəkdir, hansı işlərə başlayacaq bugünkü gündə. Buyurun Zümrüt xanım. Mən də hamınızı salamlayıram. Bugün təlimimizin ikinci günüdür. Əslində bugün biz də toxuculuğa keçməliyik, amma biz keçən dərs muncuq çanta başladığımız üçün bugün muncuq çantaları yekunlaşdıracağıq. Kimin əgər yarımçıq işi varsa, kimdə tamamlanmayıbsa, onları bugün tamamlamağa çalışacağıq. Və bundan əlavə biz çanta toxuculuğuna sadə saplarla, ilmə, sütun, bir də sadə toxuma texnikaları öyrənəcəyik. Milçəklə, biz bax bu milçəklə toxuma texnikaları öyrənəcəyik. İnanıram ki, hamımızda bu çantalar kimi qəşəng alınacaq, artıq evdə bir tür gətirənlər var. Nasıl? Bura halqa, düzdür? Hamı yazsın, hamı yazsın. Sənə yazdım, Buraya hoş geldiniz. Buraya geçelim. Anası keçən dəfə sizin qız qolbaq təhvil verməmişdi. Qolbaq eləyən bir iki uşaqlar idi. Hərəsi 5 dənə qolbaq vermişdi. Bilmirəm hansılar idi. Mən vermişdim 5. Hə, siz vermişdiniz. Nəyi qolbaq? Zümrüt bağlayayım mı buradan yoksa? Aha. Bunu o birisini düzəltmək istiyorum. Bunun içərisində istifade edelim. Yox hələ. Bir dənə qalsın. Çünki nəyə görə o birisi baxaq. Siz onu da mənə göstərin. Hə, siz. Tamam, necəsiniz? Hə, siz 5 dənə adınız necə oldu? Qərizə. Qərizə 5 dənə siyahını qoyub, buranın üstündən təhvil verib. Bir dənə də oğlan var idi, 5 dənə qolbaq verim, o kimi bilmədi. İskəndər İskəndər, məncə səfa düzdür. Hansı uşağı sənə iki dəfə dedim ki, gəl sənə rezim verim, tərsdə yerədi, gözünmədi, safa düzdür. Safa da düzlənlə qolbaq alınır. Amma biri kimi idisə oğlanlardan bitirdi, mən onları yığdım, qoymuşam. Mən qolbağı bacaram da, başqa bir şey. Gəldi. Başqaca da sanırsan? Qolbağı baxman elə görməsi olur. Az bu bizi bilgilendirir. Sadəcə olaraq bu sərgi olaraq ağzı məhsul etmək lazımdır. Yəni çətin bir şey var, ona görə deyirəm ki, sən bunu eləmişsin. Sən də yəni qəşəngə olmuşsun. Kvadrat Yolda yapmıştım. Bunu istəyirsən bitir, bu sətin üçün. Yaxşı, yenə nəyisə başlayır. Qızına da rezin verim, maması. Rezin var. Qolbaq istiyorum. Hə, qolbaq eləsin. Günün tənbəlliyi, günədə bir dənə işin şəhərdə qoy işləsin. O kesin dəfə qəşəng uncunu eləmişdi, hanı yarım? Mən bilmirəm para qoyub. O rezinə Onu neyirsin? Evə gətirin. Bu da qolbaq. Amma verə bilərəm, istifadə edə bilərsin. Bunu istəmədən qolbaq yağarsın. Bundan istifadə edə bilər kimsə, mən çox problem deyil. Qolbaq. Mən də dərin olmasa verirlər. Nə də qolbaq üçün. Nura eləsin. Mən özüm almışam, ikisinə baxam. Hələ mən dedim ki, qolbaq rezilər Kız, mən gəlməyəlim, özüm gətirəcəm yerdən. Buna düzgün. O qolbaq üçün. Girməməlidir, biraz da sıxlaşdırır. Getmişəm, ona düzgün. Sən axıqlarını indi yarım kesin, hamı görmürsən. Bax, pəncəkdəki yaşlı sənin. Bir necə var? Amma ona söz deyəndə təslim edir. Özü oturur, gətirdir. Adəmən dost olacaq. Gəl, biz oturaq mənim dost, mənimlə dost. Gəl. Stoluna götür, getir. Əl işlərimiz sanatda bu görmüşsün, deyəsən ki. Kazanım, mən.
Necə başlayaq? Ha, gəldim. Kəşmərin dediyi də gəlir. Ay, sağ Bəli, ol. sağ Hadi, gözəl olma. Biraz inovasyon yapalım. Biraz inovasyon. İlham, hadi gel. İkiz kız. Bana oluşursan, benim diştim teşekkür ederim. Yani sonunda. Bu vaxtlar sən? Ben bulabilirim. Ben zaten büyük. Sən güzəldən olacaq. Ben uzun kapıyım. İp vereceğim, devam edeceğim. Öyle onun üstüne gideceksin. Var da görsem onun üstünde var. Tokuduğun da var. Bahçı var orada, benim de istefesinden. Değil ha, koyduğun arasında. Çok sağ ol. Bu senin. Aha, başka. Ona edirsən, onu devam edirsən. İpin Bir dəyişir. sərgimiz Abşeron rayonunda olacaq, biri Binəqədi rayonunda. Yəni orada sərgidə özünüz gələ bilərsiniz mi? Şöyle getirelim abi. Biz Heydər Arada yani. Ne olur bize yapmışsa. Güzel de bir şey gelir. Yəni sizin səliqəli eləməyiniz odur ki, tez saxlayacaqlar. Yəni səliqəsiz işlər qalacaq. Ona görə çalışaq ki, zərc verir. İndi mən apartdan əvvəl oturmuşdum. Yanar dağa gidiyor. Yanar dağa belə kansi əlləri Çünki ola bilər ki, yox, biri yemək edəsin. Bu təlimlər tutarmalıdır. O proseslər var. Ona görə. Bizim bu yay tamaşa digər yolan insanlar var. Onlar olmuşlar. İnşallah bir tanışmaq olacaq. Sərgilərdə elə cavabda şəxsi Mənim də bu başlamazda Aha, bax harda bitirmişdiksə oradan da başlayırıq. Bax düzdür. Bax burada biz burayla işləyirik. İşdə ilməmiz haraydısa orada gedirik. Biraz sıxlaşdırın boşdur. Boş çanta, bax gedəndən sonra gəlirəm qız. Keyfiyyətini itirir, sallanır, düşür aşağı, sonra onu heç kim alır. Bunda da 3 dənə yedik. Bir sərgi, 2 sərgi getsə, sonra bir də görəcəksiniz ki, sökmək istəyirsiniz çantanı. 3 dənə sallanır. Necə? Nazik, görürsən nazinə. Leska var, sumka leskası. O bundan da nazikdir. Ona görə bundan işləmək öyrənməksə, yavaş yavaş zərgilə. Yavaş yavaş, biraz çalış alma. Sonra sənə keçəcəm o muzluqlara. Yaşayalım. Yaxında vura bilərsiniz bundan. Yekəb yox. O, çox yekədir. O qolbaqda çoğub duracaq. O satılmayacaq o qolbaq. Qolbaq şuradan olacaq. Mirvari də çox yekədir maması. Bu xırdan oncuq yaxşı. Bax, orada da göy var. Bəsti xanda göy var, ondan istəyir. Bax, qızımını bağladım. Hər qədəsini vermişdilər. Nərgiz xanımla sizi dəyişsin. Nərgiz xanım Kız bakanlar var. Onlar niye çok zamana gəlmişəm, ona görə. Ben istedim bir çanta burada. Zaman gəlmir. Bura üstdən salırsan qırağa, yaxşı, davam edir. Bura üstənə qalanların hamısına kilidi edəcəksin. Belə bir ki, təzdən başladın da, davam edirsən. O cür gruptan geçim ben de. Ben istedim aktarımı yaptım. Ben zayıfa değilim. Stəkanlar harada var? Xamır stəkan Yok, stəkan. ben kapına var. Stekanlar burada bilir. Önümüzdə stekanlar var. Orada Suların içindəydi. Bu yüzden.
Yaşa göre. Ben böyle 16 yaşa kadar. 16 yaşında yox, 2 dənə olacaq ki, bu artıq, biri artıq. Sənət lazım. Çəkiliş gedir, Zümrüt xanım bilinəsindən. Hə, bir də çəkiliş gedir, Bəstəxan çəkiliş gedir, bənzər. Aha, evet. Oldu, davam. Necə olacaqsa, öyle davam. Gələcək bura, belə necə sıra oldu? Geçenlikler buna halkına getireceğim. Anladın? Yukarıda kalıp sizde. Gelelim. İki tane halkına. Siz burada adamlar, öyle buradan çıkın gelsin burada, biri oradan biri buradan, o burada olmazsınız. Döndərin onu, döndərin, çıxardın oradakini. Döndərin bu tarafa, buradan çıxın. Her şey. Belki buna geçebilirsin böyle. Deməli, Peki. qismana verəcəm. Çok. Ama olmayacakları bitirmeye çətinliyi, sən o, bax, bundan başqa bizim 6 dərsimiz qalır. Bitirə bilməsən, hazır məhsulun olmayacaq, başa düşdün. Mən ona görə istəyirəm ki, sənin hazır məhsulun olsun. Sərgiyə çıxanda hamı, sən də deyək ki, bunlarda fərqsəndir. Fərda xanım, nömrənizi deyəm də. 050 Kapristan mı çıkar? Ha? Anlar sen de. Adı ben. Sizdə uşağın adı nə idi? Kənan. Yazılı. Dilə kuzum elə. Belki sana bunu çok anlıyor. Bu daha rahat olur. Lütfen. Bak bu bir muncuk var. O kvadratı diye. Belki ortasını kullanırsan. Bak istekan içinde. Aha. Öyle onu vereceğim sana. Lütfen. Narahat oldu. Evet. Onları yığarsan da yığar. Birinci stolun üstündekileri yıkaq ki, devamı dağılmasın. Narahat olmalırsın, sən elə. Neyse, ben meşgul Gözəl. Bax, mən sənin üçün bura qoyuram, gözəl qızım. Telefondan ki yaxşıdır. Bu daha rahat olacaq. Çünki onun üçün üzəri çoxdur. Sən ortasını tuta bilmirsən. Bu daha rahat olar inşallah. Bütün bəsimlər gəldim. Lazım gətirdim. Biraz saklamış değil mi? Sonra da bana tutuların özün saydı. Hoş gəlmişsən, ay Rəvan. Çox sağ olun. Deməli, mən açıqlayayım. Bülbül səsidir. Bizim bülbülümüz. Sizin bülbül səslerinizin səsi batıqdır. Niye?
Bir iki qatına da. Deməli, Ağamirov Arabanə, 2005 doğumluyam. Azərbaycan Milli Konservatoriyanın tələbəsiyəm, xanəndəlik fakültəsi üzrə. 5 saylı gözlənənlər məktəbini bitirmişəm. 38 say, 11 illik 38 say musiqi məktəbini bitirmişəm. Prezident mükafatçısıyam və məqsədim də özüm kimi fiziki mühəndislərə özləri kimi olmağı öyrətmək və onlara musiqinin sirlərini öyrətmək. Aferin. Uğurların bol olsun. Çox sağ olun, verək. Yəni özün əl işlərinəsin. Yoxsa? Biz bura niyə gəlmişsən? Məqsədin nədir? Bu toxuculuq, muncuqla işləməyə Muncuq. təlimlərin nəyə gəlmişsən? Muncuqla işləmək. Mən də sən də Boşu geçin. başına Hər gəlmişsən. sahədə özünü sınıyırsan da biraz. Qalmamasın. Bu reisimiz sizə kömək yığsın sadəcə. Nötə yığacam mən onu. Ben köməyi göstərəcəm. Bu da mumcuklu, yaxşı. Birazcık. Aha, onu keçir onun deşiğine. Tərpiləyib deşiğini tapa bilirsən, gör. Yox. Əlinə toxunaraq gör, hiss eləyəcəksən, gör harda. Çətin olsa sənə biraz ilkə mumcuk verir. Sen kim evlen? Kızım, bax gör səndə. Ona yox, ona yox. Reisinə gedir, gör. Bir dənə yox var. Çünki yekəsini tapdın sən. Ama bir dəfə öyrəndim. Sən hər vaxtda kimi öyrənəcəksən. Hamı edir burada. Birinci səfərdə. Göstərəcəm. Gəl, sən gəlsən. Bu nə? Yaşlı hörüklərdə. Kömür bunu verin ona. Görün yaşlıdan. Tanımırsan mən onu? Allah bu geçəli yoxladı. Yekə verdik sənə, yaxşı. Alındı. Tərzə. Yekə alındı. Sən qalın verirsən lazım deyir. Qalın verirsən. Tutmamağın üçün yoxlamalısan da birinci tutaq. Yoxlayırsan tutaq. Deşik yardadır. Beşiyi mən yoxladım Aha, axı. çıxıntı olan yerdə, yaxşı. Burada bir yarımçıq da var. Ha, o da o xanımındır. Başqa xanımın toxuyacaq. Biz başdan başlayalım. Böyük necə olmalıdır? Böyük boyunu görsədir. 4 dərsini. Çok yukarı kaldırıyor sonra düğün bağlayacak onu. Gördün? Oldu məncə. Biraz da itələməncə. İpi itələ. Birdən alınır, birdən alınmır. Bu nə şey? Bu nə? Gördün? Alındı. Benim sıxıqlara tütünlüyordu. Taxdım mən 4 dənə. Yox, Yerdə saçımızı əlimizə bilirsin. Dərsin deyəcək, birini ona tutasın. Pərvanənin siməni nə vaxtdır ana? Sərfəndi yok. Hə? Ona sərdi, onu güzel. Yaxşı. indi İyi öperdi olur, gözəldi. bax biz elə eləməliyik ki, belə olsun. Doğru. Bu səfə götürüb bunu tərəfə çıxın. Gidiyor, gidiyor. Bir baxam bu. Nə tərəfə çıxalım? Benim de. Adədən alsın görür, nə görə düşdürsün Yox, 2 yaşlı ondan geçirlər fərahət. Gözlər. Ana sən nə edirsən? Töküləcək. Mən eləmirəm, xanım eləyir. Sən şeysən tökülərlə işin yox. Belə. İndi bir dənə bura, bir dənə də bura. Burada bacarmıram sana gəldim. Öyrənməliyəm şimdi. Ama böyle. Olmadı yəni. Sən qorxma. Rezin yutarır, ancaq onlar yutarırlar. Ana böyük ölçüsü nətər olmalıdır? Belə yoxsa belə?
əlində saxlama. Səncə onun nətə tıqqılı axıma. Belə. Adlı elədi. Bəyəxmətdə xanım da öyrətdi da. Mən sonra günlərdən belə bir yemək sonra sonra təzə yemək çəkirəm. Yox, orada əsəbi nə var ki? Evdə oturub bütün gün rezimlə, qaşıqla oynadı. Onu öyrətsin, yığınla eləsinlər. Niyə öyrənəsin? Bəyəxdən şey eləyirsən, burada rəvali öyrənirsən. Sən də öyrənməliyim. Nuray, bu işlərə necə baxırsan? Mən heç öyrənməmişəm. Niyə məktəb oxumusan? Niyə? Artıq nə bilim onu öyrənəm. Çox şeydir. Onu oxuyursan, bir dənə düz toxmağı öyrən, sonra öyrənərsən. Yox, Günlərdə kreslo çəkdim. Sən də yaxına varırsan, sən çantanı da. Ana sən tosma. Pisdir. Amma sənçilər çox təşəkkür edirəm. Ana mən də öyrənmişəm ki, mən. Zümrüt xanım, bir təkər dörtdürdüm, yenə hilələdim. Aha, yox. Ha, bu da bir naxışdır, amma bizim naxış bu deyil. Bizim naxış var. Özümün naxışı. Ha, yanlış da bir naxış deyirlər də. Sizə baxın necə var. Biri burada, biri ortada. Ortanı Ortadan nətər eləyəcək, bayaq necə eləmiş? Buradan onu eləyə bilmədim müəllimə. Aha, gəldi. Mən də eləyə bilmədim. Sən amma çox qəşəng edirsən. Hamısını Ama keçin. sen taraftan önce yaparsan. Hə, 3 dənə. Sen çiçeği. Yox. Bir tane bura. Yenə əksina. Bax, ortada muncuk qalacaq. Biri o tərəfdən ipin, biri bu tərəfdən. İpin ikisini də çək. Amma biri o tərəfdən, Biri o tərəfdən, biri o tərəfdən. Bura bir tane, bura iki tane. Aha, Evani elə uzatma. Taxmağa çalış. Onu uzatma. Üç tane müəllime sınıfını hazırlar ha. Bizim sınıflar bir sənədir. Sınıflar mexanizmdir. Sınıflar bax, havalar bazara. Üç başlayan üçüncü Bunlar şimdi taxırlar, hərəsi tabi bilmirlər. Üç başlayan üçüncü yerde rahat şey Ya yapsın. sınıflar çox asan şeylər nə var? Deyirsən onu çok izləmək. Məsələn, bu uşaqlar üçün yaxşıdır. Amma sizin üçün biraz çətinli şeylər var. Bunlar versən nədən geçiyor? Kimin nömrəsi? Burada var da hamının nömrəsi. Kimin nömrəsi istəyirsən? Atar nereye yazıktı? Okuma oldu. Şey, Ana olmur, eləyə bilmirəm. bunu bir dənə baxın, aləmi qatıb burada. Ha, verin. Sən artıq bir dənə qolbağın hazır Ha, deyir. çox nə qədər düzdür. Çox az qalıb. Bunu buradan götürək, bu aləmi qatıb burada. Hazırladın mı? Mən Ölçünü necə eləyim? Belə eləyim. Belə eləyim. qoy gəlir. Baxın. Çox uzun eləmir. Bax, mən tutmuşam. Bax, ölçü budur. İndi tut mənim əlimdə, yoxla gör. Nə boydadır? Yoxdur ölçü. Aha, görsən nə boydadır? Ölçü hiss elədin. Bax, ha, baba belə. Aha, ölçü budur. Yaxşı. İndi sənlə də gəl onu eləyək. Yaxşı, Bir qızım. səfim xıra. Bax. Dönce diye bana Aha, indi bu ölçü. Mən tutacağım əlimdə. Sən ölçü oxuyursun əlindən elə bax. Keçə bir belə sözü belə. Bizə bilmək. Oxuyor elə. Çıxacaqlar rahat alır. Hiss elədin. Səs var ya burada. Olsun da, sən oxuyanda hamısı gözür. Oku bile. Sən oxuyanda hamısı gözür. Oku bir de para senet de. Alay dalay.
Hadi geçen çok koysun. Video çəkəcəm. Dəley, dəley, yar, 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 yar aman ey. Almışlar. Devam. Ben çok kısa metrajlı film okudum. Aycan. Bax, qızım, yenə də balaca. Bu qədər balaca olmaz. O O qədər belə balaca sən salır. oxumaq Mən də o qədər balaca tutsam, o cür alırım. uşaqları Hiç yazsın. də elə yapmıram. Ehtiyatlı olan. Bizi burada olmaz. Ana çıxıntılı olan mıncıq hansıdır bu? Hə, hə. Lay lay dedi. Yatasu. Şirin yuh. Bir şey yok. Bir şey yok. Ana dur gediye be. Şirin koya bilmir deyirlər. Sən niyə hər şeydən tezdən pəs edirsən? Kaç etmeye olmaz. Pəs etmək yox. Hər şeyə sıra diyor. Elə agresiv reaksiya bildirsən. Sən gələcəkdə şov bizə qatılır. Bir dənə kənarından mən. Sağ olun da valla. Daha sonra geçer. Birinci sıra düz. Yaxşı, axırda düz. Ne boşuna tanımaya? Ne alınmır da? Döngüde kaldım ev. Valla mənə qalın rezin verin, mən belə yeyə bilməyəcəm. Revane. Hərfləri nə sən bir də Evet, bana öyle. Bir dənəsini var. Bizim ne diyeceğim? Yox, bax burada. Aha, hara gedirsən? beş dənə mıncığımız var. Mən Üç tane başlayacağım ben de. beş dənə mıncıq keçirdim. Otur, otur, otur. Rəvanə, Bazı gedəcəm. Rəvanə, əyləş. mən xətrinə Yox, xətrinisə niyə dəyirəm? Yox, mən xətrinə dəydim deyirəm. Sən bilmirəm, bilmirəm, valla. Bilmirəm sözü demə. Değiştim olmadan yakışıyor. Formalı ya. Ben onun üstünden eleyeceğim. Şeye geçiyor mu sana söyleyeyim? Hava bilmiyorum şu an. Əziz iştirakçılar, bugünkü təlimimiz də yekunlaşır. Artıq ikinci dərsimizin sonuna gəlib çatmışıq. Bugün də sizlə muncuq çanta toxuma texnikasının bir çox hissəsini öyrəndik. Artıq hazır çantası olanlar da var. Aha, bu çanta artıq hazırdır və burada uşaqların bəziləri də qollar hazırlayırlar. Onlar da hazırdır. İndi kim çanta toxuyursa evdə davam edə bilər. Əgər sizin arzunuza uyğun olaraq muncuqları aparıb evdə də işləyə bilərsiniz. Belə, bugünlük bu qədər. Sağ olun, görüşərik bərabər. Əlbəttə.